İnsanın xoşbəxtlığı insaniliklə bağlıdır. İnsanilik isə nə deməkdir? Ömrü boyu ədalət, gözəllik, mərhəmət, səmimiyyət, bağışlama istehsal etmək. Təsəvvür edirsiniz, bu dəyərlərə bağlanmalıdır insan və bu dəyərləri istehsal eləməlidir. Demək ki, insani dünya yaratmalıdır ətrafında. İnsan bunu ilə məşğul olmur. Məsələn, quş öz işi ilə məşğuldur. Quş yeməyini yeyir, sonra cəhcəh vurur. Nəğməsini verir dünyaya. Quşlar nə eləməlidirlərsə onu eləyirlər. Heyvanlar da nə eləməlidirlərsə onu eləyirlər. Bir dənə insan o qədər azaddır ki, nə eləmək lazım olduğunu bilə bilmir bəzən. Çaşdırır özünü. Başlayır heyvan elədiklərini eləməkdə, yetinməyə, ya nə bilim, balıqların, ağacların. Ona görə bunu dərk eləməyə çox vaxt gedir ki, bəs insan nə üçün gəlib yer üzünə? Və o böyük qədim şərqi müqəddəs kitablarından oxuyursan ki, sən gəlmisən ki, insanilik istehsal eləyəsən, xeyrə qulluq eləyəsən, ədalətə qulluq eləyəsən, həqiqətə qulluq eləyəsən və mən bunun xaricində kiminsə xoşbəxt olduğunu görmədim.